Salam Azərbaycan, sabahınız xeyir. Əlbəttə bir çoxlarınız indi yuxudan durmuşsunuz və çoxunuz da hələ də yuxunun təsiri altındasınız. Ona görə də bütün gün ərzində gümrah olmaq üçün səhəri mütləq şəkildə idmanla başlamalısınız. Lap mənim kimi. Sadə, isidici hərəkətlərlə başlamanız məsləhətdir. Həm özünüz yuxudan ayılarsınız, həm də qanınız daha intensiv işləməyə başlar. Əgər parkda qaçmağa vaxtınız yoxdursa, onda qaçış trenajyoru tam sizlikdir. Ayaq əzələlərini yaxşı işlədir, dizləri yaxşı işlədir. Hər hansı misal üçün ayaq tapşırıqlarını yerinə yetirəndə o çox gözəl vasitədir. İdmanın əvəzi olmaz trenajyoru velosiped ayaqlarınızı işləməyə vadar edəcək. Bu sadəcə daha çox ayaq qapayaqlarına, ayaq əzələlərinə çox kömək eləyir. Ürək damar sistemlərinə daha böyük faydası var. Həmçinin qan damar sistemlərinə kömək eləyir. Əzələləri, ayaq əzələləri, əsasən ayaq əzələlərini yaxşı istiləndirir. Səhərlər düzdür, vaxt ayırmaq bəlkə çətin olur, xüsusilə də işə gecikəndə. Amma nəzərə alsaq ki, sonda qazanacağımız pulları məhz çox vaxt sağlamlığınıza xərcləyirik. Ona görə çalışın əvvəldən gününüzü sağlam başlayasınız.